Bakı 2015-ə dəstək xarakterli növbəti tədbir Moldovada keçirilib. İki ölkənin idman jurnalistləri 1-ci Avropa oyunlarına həsr olunan yoldaşlıq maçında üz-üzə gəlib. Jurnalistlər arasında son Avropa çempionu Moldova ilə vitse-çempion Azərbaycanın Kiyevin məşhur Zimbru stadionunda bu dəfəki görüşü yoldaşlıq xarakteri daşıyırdı. Zirvə Beynəlxalq İdman Klubunun təşkilatçılığı ilə tərəflər Bakı 2015-ə dəstək xarakterli görüşdə üz-üzə gəldi. Maçdan öncə çıxış edən Moldova Milli Olimpiya Komitəsinin baş katibi Kristina Vasilyanova ölkəmizə keçiriləcək ilk Avropa oyunlarının əhəmiyyətindən danışdı və həm Azərbaycan, həm də Moldovada idmanın inkişafındakı xidmətlərinə görə Zirvə Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydarovun xüsusi diplomla təltif olunduğunu iştirakçılara elan etdi. Azərbaycanın ilk Avropa oyunlarına ev sahibliyi etməyə xəbərini sevinclə qarşıladıq. Ölkənizin və idmanınızın inkişafda olduğunu bilirik. Ona görə də bu tam qanuna uyğundur. Əminəm ki, Bakı yüksək səviyyəli təşkilatçılıqla fərqlənəcək. Moldova Avropa oyunlarına 12 idman növü üzrə 86 idmançı ilə təmsil olunacaq. Medal qazana biləcəyimiz idman növləri var, amma bu barədə proqnoz vermək istəməzdim. Qarşılaşmaya gəlincə ilk yarı meydan sahiblərinin aşkar üstünlüyü ilə keçdi. 3-0. Fasilədən sonra toparlanan Azərbaycan jurnalistləri Gündüz Abbaszadə və Elnur Əşrəfoğlu'nun vurduğu qollarla fərqi minimuma endirdi. 3-2. Qalan dəqiqələrdə İxtiyar Əskərov, Nurani İskəndərov, Anar Məmmədov, Emin Abbasov və İmam Məcidovun çoxsaylı cəhdlərinə baxmayaraq hesabı bərabərləşdirmək mümkün olmadı. Təəssüf ki, heç olmasa heç-heçə eləyə bilmədi. Hərçənd ikinci hissədə yaratdığımız qol vəziyyətlərinə görə ən azı heç-heçəyə layiq idi və hətta qələbə də qazana bilərdi. Çox təəssüf ki, ilk yarıda heç nədən buraxdığımız qollar üzündən uduzduq. Amma əsas odur ki, ölkəmiz qalib gəlsin. Avropa oyunlarının təbliği baxımından biz qalib gələk. Moldova İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eduard Çebanu ATV idmanı açıklamasında bildirdi ki, Moldova Bakı 2015-ə 20-yə yaxın jurnalistlə gələcək və Avropa oyunlarını ən yüksək səviyyədə işıqlandırmaya çalışacaq.